Bombalamboş deyirlər, çünki saat 6-dır. Məndən başqa ikinci bir dəli yoxdur ki, çıxsın saat 6-da yola. Dəli işqalar. Hələ mən təsəvvür eləyin, o qədər tez çıxıram ki, üzməkdən qaydanda belə yollar boş olur yəni hələ. Bu günə yaman isti deyiblər. Görək də xeyirlisi. İndi hal-hazırda sərindir hava, amma mən çıxana sərin zad qalan deyil. Yenə dünənləri motosikletlə bir xanım sürücü qəzada ölüb. Bayaq elə səhər duranda əlimi atdım telefona, həmin xəbər çıxdı qabağıma. Çox belə pis oldum. Özü hansısa deyəsən sahibkarım mı? Ya sahibkar yox, üzr istəyirəm. Hüquqşünasın qızı imiş. Hansısa hüquqşünasın qızı imiş, tanınmış. İndi hər kimdirsə də fərqi yox deyənlər. Adi bir kişinin qızı olsun. Ehtiyatlı olun, tələsməyin. Tanımadığınız, bilmədiyiniz yerlərdə sürəndə xüsusilə həmişə sağınızı, solunuzu gözləyin. Qabağınızı görmədiyiniz yerə dönürsünüzsə, tutaq ki, dönürsən və həmin yeri görmürsən, sürətlə girməyin ora. Sürətinizi azaldın, yavaş-yavaş dönün həmin yerə. Görmədiyin yerə, o bir söz var, deyir, suya dalanda, suya girəndə. Deyir, görmədiyin, altını görmədiyin suya tullanma heç vaxt. Gir. O belə bir söz var, deyir, altını görmədiyin suya tullanma, gir. Çünki altında bilmirsən nə var. Sadəcə tullanma da, yəni təhlükəlidir. Eyni şəkildə yol da həmin məntiqlə məncə keçərlidir. Təsəvvürlə, əgər qabağında nə var, protiv döndü ki. Qabağında əgər yolu görmürsənsə, qabağındakı yolu görmürsənsə, ora sürətlə girmə. Hər şey çıxa bilər qabağına. Yəni sən falsı döyürsən və yaxud da nə bilim nəsə döyürsən ki, zirəttin döyürsən ki, o hiss eləyəsən ki, orada heç kim yoxdur. Üstə gəldə ki, tanımadığınız yerdə də həmçinin bilmirsən burada yağma varmı, burada bilmirsən yollarda necə sürürlər, tanımırsan da. Yəni buranı ən az bir 10 dəfə, 15 dəfə keçməmisənsə, həmin yerlərdə çox ehtiyatlı, sürətinizi azaldın, 40 ilə 50 ilə gedin. Motosiklet zarafat götürmür. Motosikletdə qəza olanda nəticəsi ya şikəst qalacaqsan, ya ölümdür də. Niyə bunu zarafata salırıq? Niyə hər il ən az bir 5 nəfərin, 10 nəfərin ölüm xəbəri gəlməlidir və biz öz ətrafımız üçün oturub ağlamalıyıq ki, filan kəs dostumuz, filan kəs qardaşımız, filan kəs bacımız, filan kəs nə bilim kimimizsə öldü yenə qəzada və ya şikəst qaldı. Olmaz ki, bax bu gün şükür Allaha motosiklet sürənlərin sayı çoxalıb. Bu yaxşı bir şeydir təbii ki. Motosiklet sürənlərin çox olması insanlarda motosikletə tələbat. Bu gün Avropada hamı bu dəqiqə artıq motosikletlə hərəkət eləyir. Amma o demək deyil ki, orada da qəzalar olur. Olmur. Niyə olmur orada? Çünki orada istər maşın sürücüsü motosikletə hörmətlə yanaşır, istər motosiklet sürücüsü də ki, hörmətlə yanaşır yol hərəkəti qanunlarına. Təbii ki, hamımız motosiklet elə bir şeydir ki, maşın kimi deyil ki, sən hər addım başında qanunla riayət eləyəsən. Olur, xırda qaydaları pozuruq, aralara giririk, nə bilim, bəlkə hansısa bir xətti tapdalayırıq, motosikletdir deyə deyirik ki, əşi motosikletdir. Bunları eləyirik, amma çox da abartmamaq lazımdır da, yəni motosiklet sürürük deyə. Yəni bunu bir dəfə, 2 dəfə, 3 dəfə eləyirik, amma ən azından xüsusilə də xanımlar məncə motosiklet sürməyə başlayırsa, təlimdən keçməlidirlər. Yəni adi xanımlar, yəni maşını belə bəzən baxırsan ki, çox gülməli formada sürürlər ki, burada yəni yenə deyirəm, mən xanımların nəsə sürməyinin əleyhinə deyiləm. Sadəcə bu bəlkə də mənim açıqlaya bilmədiyim hansısa bir bioloji, hansısa bir şeydir ki, xanımlar bu işin öhdəsində kişilər qədər rahat gələ bilmir. Kişilər daha rahatdır, daha tez öyrənirmi deyim, yoxsa ki, rul arxasında daha mı rahatdılar bilmirəm, amma xanımlar biraz daha panikaya yatqındılar. Yenə deyirəm, bu bioloji bir şeydir böyük ehtimalla bu. Məsələn, normalda başqa bir işlərdə də kişilər məsəl üçün də tez panikaya düşmürük də. Yəni məsələni biraz daha həllə fokuslanırıq ən sürətli formada. Amma xanımlar biraz elə deyil. Xanımlar emosionaldır, tez həyəcanlanır. Yolda emosionallığı sevmir, rasionallığı sevir. Başa düşürsünüz? Ona görə xanımlar xüsusilə motosiklet əgər sürəcəksə, mütləq təlimdən keçməlidirlər. Yəni xüsusilə də onların bədəni daha kövrəkdir deyə motosikletdən yıxılsalar, nəticələri daha ağır olacaq onlar üçün. Ona görə geyimlərinə də daha diqqət eləməlidirlər. Qoruyucu mütləq geyinməlidirlər. Mən məsələn yaydır, qoruyucu geyinmirəm.
səhər saat 6-da bilirəm ki, yollar boşdur. Var ha, qoruyucu geyimlərim var evdə. Açığı geyinmirəm, tənbəllik eləyirəm. Bu da mənim bir səhvimdir, amma geyinmək lazımdır. Geyinmək lazımdır. Qorumalıyıq özümüzü. Biz qorumalıyıq ki, ətrafdakılar da daha çox motosikletə həvəs göstərsinlər, daha çox motosiklet sürənlərin sayı artsın. Biz belə gündə birimiz qırılsaq yolda, insanlar qorxacaq, övladlarını uzaq tutacaq motosikletdən. İstəmirik təbii ki bunu. Biz istəyirik ki, insanlarda motosikletə sevgi yaransın, valideynlərdə güvən yaransın. Təbii ki, bu güvən də ki, hələ ki yoxdur. Yəni belə bir hansı bir valideyn, indi motosiklet sürənlərə buradan səslənirəm də, hansınızın valideyni ürək rahatlığı ilə sizi evdən çölə buraxır? Heç birimizin. Nə mənim, nə sizin. Düzdürmü? Hamımızda narahatdırlar ki, bu uşaq motosiklet üstündədir. Niyə? Çünki görürlər xəbərləri, izləyirlər. Təbii ki də narahatlıqları da ki, əsassız da deyil, təbii ki. Bütün valideynləri buradan əllərindən öpürəm. Həqiqətən diqqətli olaq, yollarda çalışaq, mümkün qədər motosikleti ölüm arabası imicindən çıxardaq, daha çox nəqliyyat vasitəsi, hətta maşından belə daha güvənli nəqliyyat vasitəsinə çevirməyə çalışaq. Sağ olun dostlar.